Demək belə. Giriş qapısından girən kimi sağ tərəf, yəni küncdən tualeti, hamamı, sol tərəfində qardırobu, tam geniş, böyle bir səviyyədə. Qapı ilə üzbəüz yataq otağıdır. Çox genişdir. 24 kvadrat. Bütün şkafı, nə bilim, güzgüsü, taxtı. Yaşayış olmuyor. Yəni əşyalar özümə aiddir evdə. Sol tərəfdə qardırobun tiri ilə çamaşır otağı. Çamaşır otağında paltar yuyam, paltar qurudam. İndi lazım olsa burada polkalarda yığılacaq bir dənə. Yataq otağından sonra bu hissədə sağ tərəfə dönən mətbəxdir. Mətbəx tam yığılıb. Televizoru, soyuducusu, bütün əşyaları ilə mətbəx mebeli. Yəni deyirəm təkrar ustalar zad işləyir deyənə. Çaydır, sudur, özüm içməyə qoymuşam. Yəni mətbəxin rəng kombinasiyona da baxa bilərsiniz. Tam çəkirəm ki, görünsün. Bu da qonaq otağıdır. Həm qonaq otağından, həm mətbəxdən balkona çıxışı var. Həm də mətbəxdən. Balkon birbaşa Azadlıq prospektinə baxır. Süleyman Rüstəm Mərkəzçimə. Azadlıqdan dənizə belə mənzərəsi var. Yerləşmə yeri gözəldir. Qarşıda sol tərəfdən Nəsim polis idarəsidir, Azadlıq prospektidir. Tam təmir olunub. Əşyalar yepyenidir, istifadə olunmayıb. Dediyim kimi televizorun arxasında bir Venesiyanka işlənən, mərmər işlənən. Kondisioner daikində burada. Bir də koridorun baş tərəfində belə bir Venesiyanka var qapının ağzında.